sizə gepatit B vaksinindən danışmaq istəyirəm. Gepatit B vaksini əslində bütün əhali vurdurmalıdır. Nəyə görədir? Çünki biz bu zaman özümüzü gepatit B xəstəliyindən qorumuş oluruq. Gepatit B vaksini vurulduğu zaman 3 analiz verilməlidir. Bunlar HPS-AC, anti-HPS-AC və anti-HB-Core'dur. Bəs bu analizlər nə anlama gəlir? Bu analizləri niyə yoxlamalıyıq? Əgər hər hansı bir vətəndaşda HPS-AC ifa metoduna aşkarlanırsa, bu deməkdir ki, artıq bu insan gepatit B virusu ilə yoluxmuşdur. Anti-HB-Core əgər aşkarlandıqda, bu zaman aktiv və ya keçirilmiş gepatit infeksiyasını göstərir. Lakin bu antitellər anti-HPS-dən fərqli olaraq gepatitə qarşı immuniteti göstərmir. Anti-HPS-in aşkarlanması bu deməkdir ki, artıq virusa qarşı immunitet yaranıb. Bu immunitet ya xəstəliyi keçirib sağalmış insanlarda yaranır, ya da əgər bir insan vaksinasiya olunarsa, o zaman onda anti-HPS aşkarlanır. Belə ki, bu analizə əsasən xəstəni biz vaksinasiya ediriksə, bir neçə müddətdən sonra anti-HPS yaranaraq onu göstərir ki, artıq biz gepatit B virusuna yoluxa bilmərik. Videoların davamının gəlməyini istəyirsinizsə, öz fikirlərinizi şərh bölməsində yaza bilərsiniz.